Ramazan ayının 19'unda sübh əzanında İmam Əli əleyhissalam Əbdürrahman Mülcəmoğlu tərəfindən Xavaric tərəfindən zərbətləndi. Onlar da namaz qılırdılar. Onlar da ibadət edirdilər. Hətta o qədər namaz qılırdılar ki, alınları piy bağlayırdı. Ayaqlarının baş parmağı, dizlərinin gözü istidən qumun üzərində yanardı. Kur'an'ı əzbər söylüyordilər. Hər şeyə Kur'an donu giydirirdiler. Amma niyyətləri batil idi. Dediyində təkfirçi deyirlər. Yəni mənim dediyimi qəbul etmirsənsə səni təkfir edirəm, sən kafirsən. Radikal qruplar, siyasi qruplardır. Bunlar dinlə bağlılığı yoxdur. Bunlar terrorçudular. Bunlar insanlıq düşmənidirlər və İmam Əlinin dövründə də bunlar yaşayırdılar. Bunlara Xavaric deyirlər. Həmən insanlardan biri də Küfəyə daxil oldu. Onsuz da İmam Əlini öldürməyə gəlmişdi sifarişlə. Quddamə adlı bir xanım var idi. Bunun evində qaldı. Həmən xanım zamanəsində zahirən çox gözəl xanım idi. Bunun evində kirə ilə qaldı və qadına gözü düşdü. Qadını istədi ki, özünə arvad eləsin. Qadın dedi, mən çox bağlı xanımım. Məni belə almaq olmaz. İstəyirsən mənə sahib çıxasan, mənim 3 şərtim var. Fitnə fəsadla məşğul idi qadın və İmam Əliyə də kin-küdrəti vardı, ədavəti vardı. İmam Əlini öldürtürmək istəyirdi. Dedi ki, 3 şərtim var. Birincisi, mənim mehriyəm 3000 dinar. Eyni zamanda bir kəniz alacaqsan mənə xidmətçi və eyni zamanda İmam Əlinin qanıdır. İmam Əlini öldürəcəksin. İmam Əli əleyhissalamın zərbətlənmə gecəsidir 19-cu gecə, 21-i vəfat gecəsidir və bildiyiniz kimi bunlar Qədir gecəsi gizlənibdi burada. Amma şəhadət də təsadüf etdiyinə görə biz həm də Əhl-i Beyt imamı olan İmam Əlinin şəhadət gecəsini hüzünlənli, kədərli olaraq onu bu ailəyə, qəminə şərik olur.